tarixin tozlu rəflərini incələsək, görərik ki, həqiqət həmişə susturulub. Aydınlanmanın həmişə qarşısı alınıb. Hər rəhbərin dövrü aydınlanma dövrü olmayıb. Tarix boyu tək-tək rəhbərlərin dövründə həqiqət ortaya çıxıb. Çünki rəhbərlər sistemi qorumaq üçün gəlir. Rəhbərlər sistemə sadiq qalmaq üçün gəlir. Tarix boyu bu belə olub. Aydınlanma təhlükəlidir. Çünki düşünən insan idarə olunmur. Özü seçim edir. Ona görə də bəzi dövrlərdə sual verənlər susturulub. Fərqli düşünənlər tək qalıb. Həqiqət ya gizlədilib, ya da lağa qoyulub. Çünki həqiqət yayılanda qorxu ölür. Qorxu ölən yerdə isə kör itaət dağılır. Bəli. Amma unutmayaq, hər qaranlıq dövrün içində səssiz oyanan beyinlər də olur. Aydınlanma hər rəhbərin hədiyyəsi deyil. Aydınlanma hər bir insanın içində bir inqilabdır. Amma o çölə əks olunanda rəhbərlər sistemi qorumaq üçün o inqilabın qarşısını alıb aydınlanan insanın səsini susturublar. Bu tarix boyu belə olub. Bugün mən burada danışıramsa, deməli biz gözəl bir dövrdə yaşayırıq. Deməli ki, bugün bu aydınlanmaya icazə verən bir rəhbərimiz var. Mən özümü heç kimdən kiçik tutmuram. Mən həqiqəti deyirəm. Mən heç kimə yaltaqlanmıram. Mən özümü heç kimdən zəif görmürəm. Mən həqiqəti görürəm. Həqiqət isə odur ki, bugün aydınlanan insan bugün bu haqda rahat danışırsa və bu ölkənin rəhbəri sistemə rəğmən o insanlara toxunmursa, deməli ki, bu yaradanın bizim ölkəmizdə bir lütfüdür. Bəli, bu həqiqətdir. Həqiqəti anlayan insan qorxularını tanıyır, əbədiyyəti bilir və o heç kimin qabağında əyilmir, yaltaqlanmır, düzü deyir, olanı deyir. Və mənim bu videomu da hansısa bir tərəfə yozan şəxsə demək istəyirəm ki, əzizim, şükür bugünə, şükür bugün ölkəmizdə olan bu vəziyyətə. Bəli. Çünki həqiqəti anlayan insan özünü heç kimdən asılı tutmur. O bilir ki, onu hər şey həyatında öz əlindədir. Öz həyatının rəssamıdır. Bəli, sən onsuz da belə yaşayırsan. İstədin, istəmədin, bildin ya bilmədin. Rəhbərlər isə toplumu irəli aparanlardır. Bəli, və bu günləri bu zülümət çağda, bu 21-ci əsrin 6-cı əsrini yaşadığımız bir dönəmdə, bir dövrdə aydınlanmaya icazə verən bir rəhbərimiz varsa, mən sadəcə buna şükür eləyirəm. Və şükür eləyirəm ki, həqiqətən də bu heç nə səbəbsiz olmadığı kimi bu işdə də bir xeyir var, yaradanın bir xeyir duası var.